İnsan necə də alçaq bir varlıq imiş. Raskolnikov başını qaldırır və deyir. Hətta bunun üçün insana alçaq deyən də alçaqdır. Dostoyevski Cinayət və Cəza kitabında deyir ki, insanın yüksək bir dağda yalnız iki ayağının yerləşə biləcəyi bir yer. Ətrafı uçurumlar, qaranlıqlar, okeanlar, sonsuz tənhalıqlarla əhatə olunsa belə, insanın həmin anda o balaca, ovuc içi yerdə sonsuza qədər 1000 illərlə yaşamağını həmin anda ölməyindən üstün tutacağını bildirir. İnsan necə də alçaq bir varlıq imiş. Raskolnikov başını qaldırır və deyir. Hətta bunun üçün insana alçaq deyən də alçaqdır. Və buna istinadən Melih Cevdet Anday belə cavab verir ki, qaçacaq bir yerim yox idi, dünya büsbütün daraldı, artıq tək ayağımın üstündə də qala bilmirəm və davam edir. İnsanların sənə edə bilməyəcəyi pisliyi sən özünə etmisən. Sevgini tamamilə içindən qoparıb atmısan. Sadəcə tək qalmaq üçün çalışmısan. Ətrafına çox böyük divarlar hörmüsən və sonra görmüsən ki, o divarların içində heç kim yoxdur, heç sən özündə yoxsun. Qışqırıb bağırmağında bundandır. Sadəcə öz səsini eşitmək istəyirsən. İnsanlar özlərini var edə bilmədikləri üçün yox edirlər. Ölümü gözləyən, amma eyni zamanda qorxaraq içinə qapanan bir qoca kişinin bir səs eşidərək, gözləri işıldayaraq dünya dağılır deməyini xatırladım. Niyə gözləri parıldayır? Tək başına ölmək istəmirdi. Yox olmağı arzulayırdı. İnsan çox mürəkkəb varlıqdır. Sağ ol.